Hüquq müdafiəçisi İntiqam Əliyev dekabrın 8-də Türkiyədən 6 ay müddətinə deportasiya olunub. Türkiyədə saxlandığı müddətdə onun fiziki və mənəvi təzyiqlərə məruz qaldığını eşidən hüquq müdafiəçiləri, ictimai sektor nümayəndələri, gənclər və digərləri Heydər Əliyev adına hava limanında onu qarşılamağa gəlmişdi. İntiqam Əliyev dekabrın 6-sında Atatürk hava limanında saxlanılmışdı. Baş verənlər dəhşətli bir şeydir. Yəni İstanbulun aeroportunda polislər səni qandallayırlar və sən qışqırırsan ki, ay cəmaət, ay insanlar, məni zorakılıq tətbiq eləyəcəklər. Heç kimin vecinə deyil, aparırlar polislərin yanında, 10-15 polisin yanında səni döyürlər vəhşicəsinə. Söhbət heç məndən də getmir, mənə qəribə gəldi və Türkiyə cəmiyyəti üçün çox narahat oldum. Yəni bugün ancaq düşüncələrim onunla bağlı idi ki, mənə gəldi ki, o təpiklər, yumruqlar Türkiyənin advokatlarına, vətəndaş cəmiyyəti qurumlarına, media qurumlarına vurulur. Ən çox o idi ağrıdan, yoxsa fiziki ağrılar gəldi, getdi. Polis məmurları idi və bugün məni döyən, mən ondan soruşdum. Əslində qalsa 2 dəfə döydülər onlar məni. Bir dəfə içəri girəndə mən soruşdum ki, mənim pasportum adı. Dedi ki, keç. Mən də dedim ki, mənə normal izah eləyə bilərsin ki, mənim pasportum adı. Dedi, sənin qafanı dağıdarıq. Dağıdaram indi. Mən də təbii ki, ona adekvat reaksiya verdim və hamının gözünün qabağında tutub 2 nəfər polis əməkdaşları apardılar, saldılar bir pərdə olan yerə. Orada sözün əsl mənasında heç gözləmədiyim bir şey idi. İntiqam Əliyev xəsarət izlərini kameraya göstərməkdən imtina etsə də tibbi ekspertizadan keçib. O, Atatürk hava limanında baş verən hadisə ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirdi.